Salamlar, necəsiz? Bugün sizə saçlarıma necə qulluq etdiyim bir vlog paylaşıram. İlk öncə burada bir ədəd yumurtanın sarısı, bir xörək qaşığı zeytun yağı, bir xörək qaşığı isə aloe bitkisinin şirəsidir. Bunları belə yaxşıca qarışdırırıq. Hazırladığım maskanı saçıma tətbiq edib 25 dəqiqə gözləyirəm. Bu saçın köklərini bərkidir, saça parlaqlıq verir, təravətləndirir. Ən əsası da saçın ucundakı qırıq, quruluq, o cotluğu aradan qaldırır. Mən saçıma tətbiq etdikdən sonra maskanı 25 dəqiqə gözlədib, tam yuduqdan sonra bir stəkan suya bir xörək qaşığı sirkə əlavə edib, qəşəngcə o təmiz saçımı o sirkəli suyla durulayıram. Duruladıqdan sonra isə dəsmal ilə bağlayıb quruduram. Nəm saçlara həmin bu arqan yağını saçın uclarına tətbiq edirəm. Və sonda saçı qurulayıb, onun parlaqlığını, onun yumuşaqlığını, təravətliliyini həqiqətən siz özünüz də hiss edəcəksiniz. Sınayın və görün.